Bakıya yağış yağacaq. Sabahın havası açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən xəbərə görə aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 14-17 dərəcə isti olacaq. Aprelin 9-da Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.